Biz ikinci otelə gəldik. Mərkəzdəki. İndi çəkin eləyirik. Otel belə autentikdir. Maraqlı. Köhnə stildə. Nə maraqlı. Ora bax, ikinci mərtəbədə nə isə var. Aa, nə gözəl. Yataq otağı belədir. Çox qəşəng. Çox qəşəngdir. Hamam otağı. Hırtləmiş mən. Burada da belə şeydir. İkinci mərtəbə kimi oturmaq üçün yerdir məncə. Həm də kuxna balaca. Burada stol, yenə raki qoyublar. Burada da belə dəsmallar falan. Çox qəşəngdir və düz mərkəzdə yerləşir. Hətta burada da ikinci mərtəbədə belə şey var. Buna görsənir. İkinci yataq da var. Yəni 2 nəfərlik deyil əslində. Və gününü 100 euroya, 101 euroya tutduq, ha deyəsən. Nəysə, indi biraz dincələcəyim. Çox yoruldum. Dünən də yaxşı yatmamışdım. Hardasa 40 dəqiqə portdan Chinatown'a gəldik. İndi biraz dincəlib mərkəzə gedəcəyik. Baxın. Belə qapıdan giriş buradır. Sonra da belə terası var. Çox qəşəngdir. Burada da belə qədirmi qala divarları var, nəsə. Baxın. Yəni bu da mərkəzdir belə. Çox gözəldir əslində. Eventually. Mən hazır açdım. Gəlin sizə outfitimi göstərim. Belə giymişəm. Belə bir üst və belə bir yurtdan var. Bir də qara və tampalar giymişəm. Görəm görsəndə yoxsa yox. Burada belə bir terasımız var. Gəlin sizə əks view'unu da göstərim. Ups. Baxın. Bu qala divarlarıdır. Bu biri tərəfdə mərkəz. Sonra bunu bir yumuşak koyalım. Meydan var burada balecə. Burada böyle qara divarları var. Baxın. Few moments later. Biz gəldik restorana. Burada belə mənzərə qarşı bir restorandır. Reytingi falan çox yaxşıdır, amma biraz şimdiyə qədər gəldiklərimizdən daha az bəyəndik. Neysə, yemək sifariş eləmişik, görək dadlı olacaq yoxsa yox. Gün batımında qəşəng görsənir, amma gün batımında hələ çox var. Saat 9-a qalmış gün batımı olaraq. Təsəvvür edirsiniz. Saat indi 7-yə qalır. 2 saat var. Belə bir salat demişik. Bir də əsas yeməklər. Neysə, dadına baxaq. Biraz gəzdik, gün batımına baxdıq, indi gəldik oturduq kokteyl barda, biraz içki içəcəyik, sonra da gedəcəyik artıq otelə, sabah səhər tezdən başqa bir plaja gedirik, səhər 7-də çıxmalıyıq, onun yolu 2 saatdır, 2 saatlıq yoldan, biraz uzaqdır 2 saatdır, ona görə tezdən çıxmalıyıq, belə, kameramın zərəkası tutarır artıq, ona görə deyim sizə update verim, yəqin ki bugün vlogu bağlayacağım burada. Alsa sabah çəkərəm. Hələlik. The next day. Salam hər kəsə, növbəti gündən. Biz gedirik burada gözəl plajlardan birinə. Prosta məsafəsi biraz uzaqdır, 2 saata yaxın maşın sürməlidir Salih. Əslində tez çıxmalıydıq, sadəcə çox yorğun idik, ona görə dedik tez getməyək.
Heç nə, indi gedirik kofe almağa. Sonra da maşına gedəcəyik. Bu arada bugün mərkəzdə qalmışdıq oteldə. Krava çox rahat idi, necə yorğun idim. Sönmüşəm bildiyiniz üçün hazırlaşdım. Gördüyünüz kimi bura Old Town kimidir. Daha belə autentik. Qəşəngdir, çox qəşəng şəhərdir. Biz kofe aldıq. Çanyaya gəlsəz bu monogramdan mütləq kofe alın, çox dadlıdır. Bir də belə American cheesecake aldıq, yolda atışdırmalıq. Bu da dadlıdır, çox qəşəngdir. Hətta dünən fikir verdik, oradan həmişə növbə olur. Belə əsl qəşəng kofe içmək istəyirsinizsə, Starbucks kimi yox. Daha çox belə əsl kofedə, yəni necə izah edim, nəsə qatışıq yox, karamel, nə bilim, matcha, latte, belə şeylər yox, sırf əsl kofedə qəşəng dadlı olur. Ora gedə bilərsiniz. Şirniyyatları da qəşəng görsənirdi, başqaları da dadlı görsənirdi. Biz bunu götürdük, qəşəngdir. İndi gedirik Elafonisi. Adı elə də, Elafonisi Beach. O da çox qəşəng beachdir. Ümid edirəm el olar. Yolu çünki yaxın deyil. Harca 2 saat yolumuz var. Beğenim. Ben de şimdi story'da paylaşırım yəqin. Heç paylaşa bilməmişəm. Neyse, mən kofemi için biraz ayrıldım. Biz yolda saxladıq, fasilə elədik. Səhər yeməyə, belə yer tapmışıq. Çox gözəldir, mənzərəsinə baxın. İndi isə yaxından da göstərəcəm. Baxın, burada belə kilsə kimi nəsə var. Bundan da belə terasdır. Arvadın. Ona göre de 2 tane götür balonu şöyle geçsin. Çok geçsin. Onu diyecektim. Çok da. Bakın. Salih bize dağın başında otel tapıb nəsə göstərmiş. Bura çox qəşəngdir. Biraz belə Şamaxı ab-havası var. Elə bir ki, Abqorada oturmuşuq. Biraz elədir. Amma belə kənd iyi gəlir. O odun iyi falan. Çox qəşəngdir. Cozy balaca bir dənə kənddir. Biz də dayandıq. Fasilə eləməyə, nəsə Salih səhər yeməyi yeməyib. Mən biraz şirniyyat yemişdim. Daha sonra davam edəcək. Yol üstündə maraqlı yerlər var, mağara falan. Burada oturdu. Harda? İndi plaja gedirik. Qaydanda bir dənə maraqlı yer var. Alın sonra da gedəcəyik. Zərətqan qurtarmasa çəkərəm. Zərətqan qurtarır. Yox, amma qurtara bilərdi. Elafonisi'də görə nə qədər çəkəcəm. Qavalı geçen tunel var çekersin. Tunel var. Yeməyimiz gəldi. Evet. Çox qəşəng görsənir. Nuş olsun əzizim. Nuş olsun. Biz Elafonisi'yə çatdıq. Maşını parkovka eləmişik. İndi gəzə-gəzə 600 metrlik plaja gedirik. Bura biraz kürəklidir. Düzü daha doğrusu yuxarı kürəklidir. Bura biraz daha sakitdir. Görək necə olacaq, yer tapa biləcəyik yoxsa yox. Xeyli insan var qabaqda. Bir də arxada xeyli avtobus var idi. Turistləri gətirən. İndi çata var, oranı çəkəcəm. Məncə çox gözəl olmalıdır. Geldik, çatdıq. Çox gözəldir bura.
oradan dördüb gəldik bu lejankalar tərəfə. Çünki inanılmaz külək var idi. Zontikimiz olsa da otura bilmədik. Birinci gələndə lejankada yer tapa bilməmişdik. Ona görə məcbur tərəfə getdik. Sonra gəldik, bəxtimizdən yer tapdıq. Burada belə lejankalar var. Baxın, sürpriz kimi. Oy. Nəysə, indi burada oturmuşuq. İndi gəzə-gəzə gedəcəyik. Qabaqda görürsünüz, belə bir dənə ada var. Dənizin içindən keçib, ora gedirsiniz. Ora gedəcəyik indi. Salehin SPF-ini gətirməyə yadımdan çıxıb. Çiyinlərimi SPF çəkdim oteldə. Qaldı orada. Yadınızda bunu Balidən almışdıq. Yaxşı ki, onu götürmüşük. Yanmasın deyə geyinib. Gedə görə oralarda nə var? İndi maraqlı olar. Sonra da gələcəyik, biraz uzanacaq. Hardasa saat 4-də falan gedəcəyik. Başqa bir dənə kənd var, oranı gəzməyə. Buralar ümumiyyətlə çox qəşəngdir. Maşınla gələndə çox gözəl mənzərələr falan gördük. Yolu, mənzərəsi inanılmaz gözəldir. Çox rahat gəldik. Sonra bir restoranda oturduq, orada yemək falan yedik. İnanılmaz dadlıydı. O cəhətdən çox bəyəndik. İndi də bir dənə belə autentik kənd var. Ora gedəcəyik. Əgər açsaq, orada yeyərik, çox güman ki. Baxaq. Baxın, gəldik bura kimi. Elə bir ki, dənizin ortasındayıq, amma ayaqla gəzmək olur rahat. Çox da yazdır. Buna baxın, nə gözəldir. Rəngə baxın, inanılmazdır rəngi. Çox gözəldir. 3 hours later. Biz Eos kəndinə gəldik. Plajdan sonra balaca bir dənə kənddir. Elapanisiyaya yaxın. Çox belə cute, balaca. Bura baxın, nə qəşəngdir. Burada belə restorandır. Bu da belə church, kilsə. Çox bir şey yoxdur, balaca yerdir. Amma aurası qəşəngdir, belə sakit. Mənzərəsi çox qəşəngdir. Ümumiyyətlə yol belə çox qəşəng idi. Dağların arası ilə keçirsən. Yəni plaja gedən yolun, mən elə plaja gedən yol görməmişəm bizi. Dağların arası ilə plaj. Daha sonra da görürsən ki, dəniz. Çox gözəl mənzərəsi var idi. Bir də çoxlu keçilər var. Mənə elə gəlir ki, burada həm dağlıq, həm də çimərlik idi deyə. Dağ keçiləri hədsiz çoxdur. Hətta biz dünən getdiyimiz çimərlikdə keçilər gəlmişdi, insanlara yaxınlaşmışdı. Yəqin acıydılar. Bura bir növ Şamaxıya oxşur. Mənə nəsə oranı xatırladır. Baxın. Bayaq o qədər isti idi. Biz hardasa saat 5 idi maşına çatanda. 15 dəqiqəlik də yol var idi. Sadəcə plajdan çıxırsan, elə bir səhralığa girirsən. Oradan da bir piyada xeyli yol var. Ürəyim sıxıldı. Nəysə, soyuq bir şey aldıq. Salih kaktus meyvəsindən belə şirəsini nəsə sok aldı. Onu içdik filan, marketə girdik. Maraqlı bir dənə dondurma aldıq. Bunların öz brendidir. Çəkə bilmədim. O qədər o hayda deyildim ki. Nəysə, sonra özümüzə gəldik. İndi buranı biraz gəzəcəyik. Maraqlı nəsə olsa göstərərəm sizə. Baxın, belə yerə gəldik. Belə kafeşkadır, qalacaq. Dolmadaki sifariş elədik. Bunlarda türklərdən fərqli olaraq isti verirlər dolmaları. Bizim dolma kimidir, elə bir bişmiş, amma içi düyülə filan. Amma çox dadlıdır, dadlı olur. Bunun elə bir qatlığı da dadlıdır. Ben onu çıkartmasın. Bu da dadlı. Ama böyle yanmış olmuş diyor. Yanmıyor. Enisinin kələm dolması. Evet. Değil, əlbət. Kələmi daxil. Yok yani. Değil, balık. Kələm değilmiş. Dolmada güzel daxılı. Baxın, burada da yeyəndən sonra belə özləri gətirir.
şirniyyat ya da ki qarpız, bir də içki. İlk dəfə də belə bir içki verdilər. Həmişə nəsə raki kimi, daha doğrusu çaça kimi bir şey verirlər. Görək bu necədir. Ya bu bıçaq. Bir də bu qarşısında da gör. Karpuz bıçağı, limon yiyirsən, yox. Oyda bu nə dadlıdır? Bu çox qəşəngdir. Nədir görəsən? Sən bir doxşabdır, amma spirtli. Ha. Çox qəşəng. Bu da qarpızımız. Qarpızın bıçağına baxın. Salih'deki qarpızın bıçağını göstər. Çox qəşəngdir balaca. Bəs, Güzel. belə əfsəsinə baxın. Balaca yiyəcəyim. Ve özümüze geldik. Bura qəşəng sərindir. Yuxarıda hündürdür ya, sərindir. Bayaq necə istidən bişmişdiysə. Biz çox maraqlı bir dənə yerə gəlmişik. Belə maraqlı dağ var. Ona baxacağıq. Daha sonra artıq qayıdacağıq Çanyaya. Belə qəribə Kapadokya tipli bir yerdir. Şəkildə qəşəng görsənir. Yəni yolumuzun üstüdür. Orada baxaq. Çatmışıq. İndi maşını parkovka eləyib gedəcəyik. Çox uzaqlaşmadı. Arxada qalmadı. Baxın, nə maraqlı yerdir. Belə bir yerə gəlmişik. Çox maraqlı dağdır. Yəni bizdən başqa heç kəs yoxdur. Bu da belə kənddir. Ətraf bomboşdur. One eternity later. Salam dostlar, növbəti gündən. Biz dünən plyajdan qayıtdıq, sonra axşam çıxdıq şəhərə yemək yeməyə. Heç nə çəkmədim. Oturduğumuz restoran çox səs-küylüydü, onsuz da burada heç nə çəkmək mümkün değildi. Amma qəşəng restoran idi, limanın belə qarşısında, dəniz məhsulları filan. Sonra isə heç nə. Bu günlərimdə gedirik plaja, bu plaja, bir dənə Salih plaj tapıb. Bugün burada sonuncu full dayimizdir, sabahda saat 7-yə qədər buradayıq. Plaja gedəcəyik, ora çataq, outfitimi göstərirəm sizə. Səhər durdum, saçlarımı falan yudum, çimdim, saçlarım öz-özünə qurudu. Yayda ən yaxşı şey, saçı qurutmağa ehtiyac yoxdur. Bu arada saçlarım əvvəlki kimi vurulmur hələ. İç tərəfləri vurulur. Bana baxın, amma ön tərəfləri hələ tam vurulmur. Bu keratin baxımdan sonra 4-5 ay keçməlidir. Ondan sonra düzələcək. Nəysə, Chania Town'dan bugün artıq çıxırıq. O bir otelə qayıdacağıq. Çox qəşəngdir bu mərkəz, town hissəsi, old town hissəsi. Belə çox autentik rənglər, nə bilim, restoranlar. Çox maraqlıdır. Ümumiyyətlə Yunanıstanda ən xoşuma gələn şey insanlar oldu. İnsanlar hamısı belə çox gülər üzdü, maksimum kömək eləməyə çalışırlar. Heç kəs belə nəsə, necə deyim, bu necə onu mədəni dildə deyim bilmirəm. Nəysə atış gəlməyə çalışmır da, maksimum kömək eləməyə çalışır. Məsələn biz Taliyə açki alanda qız dedi ki, bir dənə açki vardı, yoxlamaq istəyirdi. Dedi, anvarda başqası var, sən istəyərək gedib gətirə bilərəm. Amma biz artıq başqa birini alırdıq, hansı ki daha bahaydı. Qız getdi, gətirdi, amma yenə də o birisini aldıq. Yəni maksimum kömək eləməyə çalışırlar, o şeylərə xoşuma gəlir. Bir də hara getsək, hansı restorana getsək, mütləq axırda desert, bir də içki hədiyyə edirlər. Yəni hər yerdə bu belədir. Restoranlarda yeməklər çox dadlıdır. Ümumiyyətlə mən oxumuşdum ki, Kritdə yeməklər adalar arasında, Yunan adaları arasında Krit yeməkləri ilə məşhurdur. Oradan da dadlıdır, qəşəngdir. Bir də buradakı turistlər də çox mədənidir. Belə səviyyəsiz ya da nəsə belə insanlar görmədik. Hamı belə çox sakit. Belə Kritdə axşam gəzirsən, hamı gülür, deyir, danışır. O xoşbəxt insan anlayışı hələ də burada qalıbdır. O şey çox xoşuma gəldi. Oradan da dincəlmək üçün plyajları falan qəşəngdir. Əla destinationdur istirahət üçün. Biz çox bəyəndik. Mən başqa adaları da yoxlamaq istəyərəm. Belə, indi gedək plaja görə necədir? Yəqin ki, yaxşı olur. Balidəki getdiyimiz bu beach clubdan sonra beach clublara qarşı fikrim dəyişib. Ümid burada da elə olar. Bugün full day orada olmalıyıq. İstəyik gün batımını da orada qarşılayaq. Daha sonra otelə qaydaq. Qədər. Bir də
Ümumiyyətlə Krit belə dəri məhsulları ilə məşhurdur. Bazar var Old Town-da, Araqçölərdə. Çoxlu dəri çantalar, pulqabları, sonra dəridən ayaqqabılar satırlar. Belə qiymətləri də çox uyğundur. Yəni normalda əsl dəri pulqablarını yəni 100 evrodan aşağı almaq mümkün deyil, amma burada qiymətlər 20 evro, 20 evrodan da ucuz. Məsələn 10 evroya falan da nəsə tapa bilirsiniz. Sonra demişdim yoxsa brend çantaların dəri replikalarını düzəldiblər. Onların da qiymətləri 100 evrodan aşağıdır, 60 evro, 70 evro belə. Bir də başqa nə var idi? Ümumi belə deyim də, Krit haqqında yadıma düşənlər bunlar idi. Nəsə yenə yadıma düşsə deyərəm. Dünən. Biz gəldik çimərliyə. Biraz küləklidir, dalğalıdır. Bilmirəm görürsünüz yoxsa yox. Biraz burada oturacağıq. Sonra bəlkə getdik başqa yerə gəzməyə. Hours later. Biz Beach Club'dan çıxdıq. Oturası olmadı gün batımına qədər. Pis deyildi, amma belə əla da deyildi. Yəni Balidə getdiyimiz Beach Club'a çata bilməz. Yəni orta, həm də dəniz də bugün çox belə dalğalı idi. Heç dənizə girmək olmurdu. Ona görə dedik gedək şəhərə, Chania Old Town-a. Belə Hanya. Yunanlar Hanya deyir, amma ümumi beynəlxalq adı Chania'dır. Biraz da qaraldım. Biraz da. Hələ ki qızarmışam, amma 1-2 günə qaralacağam. Sabah axşam artıq qayıdacağıq. Muçi üçün darıxmışam, Muçidum. Gedib qızlardan onlar Muçini götürəcəyik. Belə başqa. Bəlkə gün batımına baxarıq bugün yenə Old Town-da. Çox gözəl idi. Orada Lighthouse var. Elə bir Lighthouse'un arxasından batır. Çox qəşəng görsənirdi. Dünən Yusra gün mərkəzdə idik. Gün batımına oradan baxdıq. Bugün axşam isə birinci qaldığımız otelə artıq geri qayıdacağıq. Yəqin otel sahibləri ilə bir gün çıxıb getmişik. Düz əşyalarımızın bəziləri oradadır. Heç nə, gedək Old Town-a. Biraz da yenə gəzək oranı. Few moments later. Biz əslində Old Town Chania'ya yox, Almerida deyilən bir şəhərə getdik. Chania'dan hardasa 45 dəqiqə məsafədə idi. Düşündük ki, gedək oranı da görək. Artıq çatmışıq, mərkəzdəyik. İndi maşını parkovka eləyib, axşam yemək üçün bir yer tapacağıq. Əslində burada da çox gözəl plaj var idi. Bilsəydik öncədən gəlib burada plaja gedərdik. Yəni o Beach Clubdansa məncə bura daha gözəl idi. Çox gözəl belə sahil yanı, kiçik qəsəbədir, balaca şəhərdir. Yəqin ki, gələcəkdə Chania kimi burada kurort yeri olacaq. Ümumiyyətlə Chania'nın ətrafı get-gedə belə deyim, kurort mərkəzi kimi planlaşdırılır. Orada yəni biz bir neçə insanlarla danışdıq. Eyni şey dedilər bizə. Yəqin ki, gələcəkdə burada eyni Chania kimi məşhur olacaq. Əgər gələcəkdə Chania'ya gəlmək istəsəz, nəzərinizdə olsun. Burada hardasa 40 dəqiqə, 45 dəqiqə məsafədədir. Burada da məsələn Almerida'da qalmaq mümkündür. Maşınınız varsa çox rahat Chania'ya da gedə bilərsiniz. Bura çox gözəldir.
Biz gəldik, restoranda oturduq, dəniz məhsulları yedik. Qəşəng görsənir, amma o avdaqda deyildi. 50-50 belə, pis deyildi. İndi qayıdırıq otelimizə, gün batımına baxacağıq. Sonra da baxaraq nə edirik. Otelin həyətdə bir dənə bir şey var, qalanları istəyirəm aparmaq ona yemək vermək üçün. Bu balıqları falan onun üçün ufak-ufak elətdirəcəyik. Can we take away? Yes. Thank you. One hour later. Biz gəldik, otelə çatdıq. Buradakı ümumiyyətlə oteli inanılmaz bəyənirəm. Çox təmizdir hər şey. Biz olmayanda elə otağı təmizləyiblər, yəni yeniləyiblər hər şeyi. Yəni bir dənə Prostinaya baxın. Bir dəqiqə. Prostinaya baxın. Düm ağdır da. Bunu indi mən pozdum, amma hər şey belə səliqə ilə qoyub, hər şeyi yığışdırıb filan. Çox gözəl, təmizdir, tərtəmizdir və çox rahatdır, komfortludur bu otaq. İndi sizə çölü göstərəcəm. Buradakı sonuncu sunsetimizdir bugün. İnanılmaz gözəl mənzərə var. Gəlin sizə də göstərim. Buradan belə çox gözəl view var. Yəqin ki, videonu burada bağlayacağım. Daha doğrusu vlogu. Sabah axşam qayıdırıq. Artıq yəqin sabah üçün çəkmərəm. Bu qədər. Deyirəm bəyəndiniz. Mən kriti çox bəyəndim. Çox belə gözəl dincəldik. Tələsmədən, heç yerə belə rahat. Həqiqətən dincəldik. Bura üçün darıxacam. Bəlkə nə vaxtsa yenə gələrik, bilmirəm. Çox bəyəndim. Çox məsləhət görürəm. Kimsə gəlmək istəyirsə, mütləq gəlin. Yəni gəlinəcək, görüləcək yerlərdəndir. Ya istirahət üçün xüsusilə. Bu qədər. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.